18 manat şalvara bax. Bunları neçə almısınız? Bir də xahiş edirəm, nə olar? O 60-65 manatı alan qaqalar orada yazsınlar da. Prosta bildirmək istəmirsən, bahalımısan nəsə, amma ən azından bir kasıb qardaşlar da görsün ki, doğrudan da bu bahalı mal ya 18 manata satır. Nə olar? Elə gəlin ekspertlikdən alın. Bahalı bir şeydir. Alın aparın. Göstər qaqa. Tınbışlar tut. Buna bax, 18 manat. Görürsünüz? Bax, hansı modellər, premiumlardır bunlar hamısı. Valla bax, bunları 30 manatdan su kimi uçurdaram. Gəl bura. Buna bax, 18 manat. Görürsünüz nə modellərdir. 30 manatdan yəni su kimi gedər də. Yəni bax, belə bir şeydir. Bax, 18 manat. Görürsünüz? Şalvar var ki, qoya bilərəm onu 10 manata da qoya bilərəm. Amma bu şalvarı heç bir kəs Azərbaycanda 45-ə. Bax, Allah sən balon saxlasın. Mən görsən, 45 manata canlı yayında yapıyıq bu da. Sonra nələr var? Bax, 18 manata buna bax. Böyük bədən. 42 mi var? 42 razmıya qədər. Sonra nələr? Buralar da 13 manatdır. Hə? İsmail'in də 60 manat aldım. Hə. Bax, fakt Allah'ın olsun canlı yayında da burada yazırlar. Telefon göstərmə, telefon bloklayır. 18 manata bizlərdə fakt deyir İsmail'dan da 60 manata alıblar. Bax, görürsünüz. Bu qədər fərq adama şübhə yaradır. Bu qədər fərq olmaz axı. Həqiqətən də mən də olsam inanmaram. Amma gəlin, bunu da alın, onu da alın. İkisini də qoyun belə. Bir fərq olsa gəlin 1000 dənəsinə pay verin. Öncəyə xidmətinizdə. Hamıyı gör.